Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Hamınızı salamlayıram. Allah təbarək və Teala dualarınızı, ibadət itaətlərinizi qəbul eləsin inşallah. Ramazanın feyzini və qarşıdan gələn qədr gecələrinin feyzini hamımıza nəsib eləsin. Amin. Yenə də bugünkü dəyərli qonağımız, Seyyidimiz Mircəfər ağadır. Selamun aleyküm. Selamun aleyküm. Allah əcr versin. Sizi yenidən görmək çox xoş oldu. Elə baxanlar da təklif edir ki, Mircəfər ağa Allah razı olsun. Mən təşəkkür edirəm. Çox olsun. Allah var eləsin. Allah hamının kömək olsun. Allah razı olsun. Dönə-dönə təşəkkür edirik sizə. Vaxtınızı ayırırsınız. Əmirül-Müminin əleyhissalamın sonucu vəsiyyətinə gələk. Əmirül-Müminin mühüm məsələləri vəsiyyət eləyir və ölüm ayağında, şəhadət ayağında ikən vəsiyyət eləyir. İstəyirəm bugün də bir vəsiyyətinə toxunaq. Düzdür, mən əslində istəyirdim ki, yenə də Quranla davam eləyək, amma mənə elə gəlir ki, elə digər mövzular da Qurana qayıdır. Quranın mövzularına qayıdır. Quran məhvərdir də, Quran mərkəzdir. Ona görə elə o mövzudan da danışa bilərik. Buyurur, Allaha fi beyti rabbikum la tuxalluhu ma baqitum fe innehu in turika lem tunazaru. Rəbbinizin evi barəsində Allahdan qorxun, Allahdan qorxun. Yəni siz Allah evini yaddan çıxarmayın. Kəbəni yaddan çıxarmayın. Sonra buyurur ki, nə qədər ki sağsınız, onu boş qoymayın. Niyə? Əgər o tərk edilsə, sizə möhlət verilməyəcək. Sizə baxılmayacaq, möhlət verilməyəcək. Deməli, burada Əmirül-Müminin əleyhissalam Kəbənin əhəmiyyətindən danışır. Elə onu xüsusi olaraq vəsiyyət etməsi, Quranla birgə, namazla birgə, Kəbə evini də, həcci də deməli, vəsiyyət etməsi həccin əhəmiyyətinə kifayət qədər işarə etmiş olur. Və həccin əhəmiyyəti ümumiyyətlə dində nə qədərdir və nəyə görə müsəlmanın boynunda vacib əməllərdən biri məhz Kəbənin ziyarətidir, həccin ziyarətidir. İnşallah istəyirəm ki, o haqda müzakirələrə başlayaq. Amma ilk öncə mən Qurani Kərimdən Həcc surəsinin əvvəllərin, ilk ayələrə toxunmaq istəyirəm. Onun inşallah fonunda mövzunu müzakirə eləyərik. Allah təbarək və Teala Qurani Kərimdə Həcc adlı bir surə nazil eləyib. Və bu surəni belə başlayır. Bismillahirrahmanirrahim. Ya əyyuhan nasuttaqu rabbakum. Ey insanlar, bütün insanlara xitab eləyir. Ey insanlar, Rəbbinizdən qorxun, təqvalı olun. İnnə zəlzələtə saati şeyun azim. Qiyamətin zəlzələsi çox böyük olacaq, çox şiddətli olacaq. Sonra onun şiddətini biraz bizim zehnimizə yaxınlaşdırmaq üçün bəzi vəsfləri eləyir. Yevmə təravnəhə təzhəlu kullu murdiatin amma ərda'at. Deyir, o gün görərsiniz ki, bütün o süd verən analar öz südəmər körpələrini onlardan atıb qaçacaqlar, imtina eləyəcəklər onlardan. Və təda'u kullu zəti hamlin hamləha. Deməli, o uşaq olan, yəni hamilə qadınlar, bətnində uşağı olan hamilə qadınlar öz uşaqlarını salacaq. Və tərən nəsə sukara və mə hum bisukara və ləkinnə əzəbəllahi şədid. Və insanları sərxoş halda görərsən, amma əslində onlar sərxoş deyil, lakin Allahın əzabı şiddətlidir. Yəni, əzabın şiddətindən onlar o tərəfə yıxılır, bu tərəfə yıxılır. Sanki sərxoş adam necə özünü saxlaya bilmir, müvazinətini saxlaya bilmir, yıxılır o tərəfə, bu tərəfə. Görərsən ki, onlar da Allahın əzabından özünü itiriblər və addımlarını hesablaya bilmirlər, müvazinətini itirirlər. Bax, bu surənin
əvvəla bütün insanlara xitabla başlaması və sonra qiyamətdən başlaması şübhə yoxdur ki, burada bir mesaj var bütün insanlara. Və o mesaj da deyilir ki, əslində həccin mahiyyəti budur ki, o kiçik qiyamət. Bəli, hədis tamam. Elə istəyirəm elə bu mövzudan hazır sizə dinləyək. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm sizə də və bəyənən izləyicilərə də Allah razı olsun. Dinin sözləri zülaldır. Dinin sözləri təravətdir. Xalis ruhlar, fitrəti oyaq olan ruhlar o zülal marifi qəbul edirlər, təşəkkürü bizə edirlər. Elə bilirlər ki, bizlik bir şey var. Əslində biz ötürücüyük. Elhamdülillah, əgər bir xeyrə vasitə olmuşsa, elhamdülillah. Elə dinimizin gözəlliyi ondan ibarətdir ki, məzmunu çox dərin və məntiqlidir. Bəli. Mahiyyəti də ki, dediyiniz kimi zülaldır, insanın canına hopur. Buyurur, fitrətəllahilləti fətərənnəsə aleyhə. Allah Teala insanları hansı fitrət üzərində kökləyibsə, dini də, Qur'anı da o fitrət üzərində göndərdiyi üçün fitrəti oyaq olanlar doğma sözlər kimi qəbul edirlər bunları. Niyə? Çünki öz fitrətlərində onların mayası var. Bəli. Təsadüfi deyil ki, əmr bil məruf deyilib. Bəli. Tanış şeylərə əmr etmək. Yəni, ibadət, mənəviyyat insanın ruhuna tanışdır. Nəhy anil münkər deyilib. Tanış olmayan, tanınmaz şeylərdən çəkindirmək. İnsan fitrəti günahı tanımır. Günah əcnəbidir insan fitrətinə, yaddır. Sanki o rak kimidir də, xərçəng xəstəliyi kimi. Yad bir cisim var, elə onu atmaq istəyir özündən, kənarlaşdırmaq istəyir. Çox gözəl. Ustadımızın gözəl bir izahı var, deyir ki, biz kainatı, aləmi, varlıq aləmini iki şəkildə qəbul edə bilərik. Bir şəkil budur ki, biz deyək, kainat futbol meydançası kimidir. Futbol meydançasında, stadionda iki komanda oynayır. Hansı komanda düzgün oynayır, yaxşı oynayır, qalib oynayır, hansı komanda yanlış oynayır, çox cərimələr törədir. Stadion bunda maraqlı deyil. Stadion heç bir reaksiya göstərmir. Stadion, futbol meydançası yaxşı komanda ilə pis komandaya fərq qoymur. O öz stadionluğundadır. Kim onun üzərində oynasa, yəni belə deyil ki, yaxşı komanda oynayanda stadiona kömək eləsin ki, o qalib gəlsin, yox. İkinci baxış budur ki, biz aləmi insan bədəni kimi təsəvvür edək. İnsan bədəni yad cisimləri uzaqlaşdırmağa çalışır. Allah şəfa versin bütün böyrək xəstələrinə. Böyrək, başqa böyrək qoyulmuş insanlar görürsən ki, onu bədənə qəbul etdirmək üçün uzun illər dərman qəbul edirlər. Çünki bədən cisim qəbul etmək istəmir. Və yaxud sağlamlıq barəsində görürsən insan bədəninin öz müqaviməti, immuniteti, bəzi, məsələn, Ramazan ayı haqqında həkimlər deyirlər ki, bəzi hüceyrələr var. Ramazan ayında acılıq baş verən kimi başlayır bədəni gəzməyə, lazımsız hüceyrələri məhv etməyə. İnsan bədəni insanın sağlamlığına dəstəkdir. Görsən, xoşlamadığı, məzacı qəbul etmədiyi şeyi istifraq edir, qaytarır, qəbul etmir. Aləm də belədir. Aləm həqiqəti qəbul edir, həqiqətə dəstəkdir, batili qəbul etmir, batildən imtina edir, batili özündən uzaqlaşdırır. Ona görə də innəl batilə kanə zəhuqa, batil gedəsidir, gedir yox, gedəcək yox. Batilin xasiyyəti gedəndir. Yəni, batili istəsən də saxlaya bilməzsən. Baqi saxlaya bilməzsən onu. Çünki batilin xasiyyəti gedəsidir, zəhuqdur. Bu məsələdir. Kəbə məsələsinə toxundunuz Əli əleyhissalamın vəsiyyətnaməsində. Mən deyərdim ki, Əli əleyhissalamın son vəsiyyəti olduğu üçün elə o vəsiyyətdəki maddələr həmin maddələrin əhəmiyyətini bildirir. Bəli. Əli əleyhissalam Rəsulullah sallallahu aleyhi və aleyhdən sonra ən şərəfli insandır. Bəli. Belə bir şərəfli insan ki, şərəfli bir ömür yaşayıb, yəni biz Həzrət Əlinin həyatına baxanda onun yalnız bir marağını, bir ambisiyasını görürük. Haqqın tərəfini qorumaq. Nəyin bahasına olur olsun?
Hətta dövrünün siyasi mənzərəsindən baxanda görürsən ki, Həzrət Əli əleyhissalam burada haqqın tərəfini biraz saxlamasa yaxşı olar. Amma Əli əleyhissalam deyir, yox, yaxşı odur ki, haqqın tərəfi qorunsun. Bəli. Ailəsindən tutmuş, ətrafından tutmuş hamının Əli əleyhissalamla əlaqədar problemi haqqına haqq söhbətidir. Bir ömür haqq uğrunda nəfəs almış, can qoymuş bir şəxs, haqq uğrunda başına zərbə dəyən, terror olunan bir şəxs, ədalətinin çoxluğuna görə terrora məruz qalan bir şəxs şəhid olarkən Kəbəni tapşırır. Bu, həm də müasir dövrdəki bir şübhəyə cavabdır. Şübhə çox avamyana şübhədir, çox cahilanə şübhədir. Amma təəssüf ki, dinin ritualları əleyhinə ortalığa atılan, istənilən şübhə bugün aktuallıq qazanır. Çox təəssüf. Yəni, dinin bu da məzlumiyyətidir, məzlumluğudur, zülmə, haqsızlığa məruz qalmasıdır. Dinin əleyhinə hər bir cərəyan bir sıra qurumlar, dəstələr, toplumlar tərəfindən dərhal müsbət qarşılanır ki, nə yaxşı dinə qarşı bu söz deyildir. Onlardan biri də bundan ibarətdir. Niyə gedirsiniz Allah evinin ziyarətinə? Niyə bu qədər pul xərcləyirsiniz? Verirsiniz, orada bilmirsiniz hansı ərəb hara xərcləyir, nə edir, sonra həmin pulla müsəlmanlara zülm edir və s. və ilə axır minlərlə belə sözlər deyirlər. Onların hamısına Əli əleyhissalam cavab verir. Buyurur, Kəbə başqa şeylərə bənzəməz. Kəbənin nəyin bahasına olursa olsun qorumaq lazımdır. Bəli. Kəbəni qorumasaz Allah sizə möhlət verməz. Niyə belədir? Mən bilmirəm, bu ayə ilə başlayaq, ya... Siz davam edin, o ayəyə qayıdacaq. Kəbə əvvələ beytin vudi'a linnas. Quran-ı Kərim ayəsinə əsasən ilk müqəddəs məkan Beytül Müqəddəs deyil. Doğrudur ki, İslam meydana, ərsəyə gələn zamanlar 7-ci əsr ərəfələrində müsəlmanların ilk qibləsi 7-8-ci əsrdə Beytül Müqəddəs idi. Sonra Kəbəyə çevrildi. Amma bütün peyğəmbərliyi götürsək, nübüvvəti, dindarlığı, tövhid cərəyanını, bu gedişatını götürsək, tarixin ilk mərhələsində Həzrət Adəm əleyhissalam tərəfindən Kəbə binası ilk ibadət yeri kimi bina olunub. Sonralar Həzrət İbrahim əleyhissalam, İsmail əleyhissalamla birlikdə onu təmir edib, yenidən tikməyib. Həmin yeri bərpa edib və Allaha duyur ki, Rəbbənə təqəbbəl minnə, ilahi qəbul elə. Hərçənd ki, bu cür müqəddəs bir iş görürük, amma sən qəbul eləməsən, müqəddəs iş də qəbul deyil. Sən qəbul eləməsən, niyyətimiz xalis olmasa, müqəddəs iş də qəbul deyil. Bəli, Kəbə evi tikilib, ilk ibadət yeridir və Kəbə haqqında Quran-ı Kərimin bir ayəsində deyilir ki, qiyamən linnas. Kəbə insanların, bəşəriyyətin ayaq üstə qalmasının dinamikliyinin rəhnidir, qarantıdır, zəmanətidir. Kəbə bütün müsəlmanların Allaha, simvolik şəkildə Allaha doğru yönəlməsini təmin edəndir. Biz üzü qibləyə, yəni Kəbə, qiblə yəni Kəbə, üzü Kəbəyə namaz qılırıq, üzü Kəbəyə dəfn olunuruq. Can verəndə deyirlər, üzünü Kəbəyə tərəf çevir. Bizim qidalarımız üzü Kəbəyə tərəf kəsilməsə, zibh olunmasa halal deyil. Biz namünasib işləri, qeyri-mədəni işləri üzü Kəbəyə, arxası Kəbəyə edə bilmərik. Biz dua edərkən üzü Kəbəyə qalırıq. Kəbə bütün müsəlmanların birlik, vəhdət simvolu, mərkəzidir. Kəbə Allah Taalanın özəl evidir. Allah Taala bir sıra şeylərə mənim deyib. Bir bəndələrinə deyib. İzə səələkə ibadi anni, mənim bəndələrim səndən soruşsalar. Dua məsələsində buyurub, mənim bəndələrim. Mərhum Əllamə Təbatabai Əl-Mizan təfsirində, o gözəl, nəhəng təfsirdə ki, bəzi alimlər, bilmirəm nəyə əsasən deyirlər, amma elə adamlar deyirlər ki, qeyri-mötəbər söz danışsınlar. Deyirlər, Əllamə Təbatabai 20 ilə yazıb bu təfsiri. Biz bu təfsirin
məna çalarlarına diqqətlə baxanda, oradakı istidlal, argument trayektoriyalarına baxanda, təfsir peşəkarlığına baxanda görürük ki, bir alim, normal bir istedadlı alim bu təfsiri 600 ilə yazmalıdır. Təsəvvürün, Əllamə necə nəhəng bir iş görüb. 20 illik ömründə 6 əsrlik iş çəkib öz varlığından, vücudundan ki, alimlər buyururlar, Əllamə özü Əl-Mizandan böyükdür. Öz bilikləri, Əl-Mizan, Əllamənin bizlər üçün, bizim üçün həzm eləməyi rahat olan şəkildə, asan olan şəkildə yazıb o kitabı. Hətta adını nəql edirlər ki, deyir, hər 2 ildən bir Qurana bir təfsir yazılmalıdır. Bəli, hər dövr. Çünki həmişə... Hər 2 ildən bir təfsir. Həmişə yeni istedadlar. İndi onun tələbəsi də 85 cildlik bir təfsir, təsnim təfsirini əlhamdülillah yazıb ərsəyə gətirib. İnşallah ki... Allah qismət eləsin. Azərbaycanla tərcümə olur. İnşallah biz də ondan faydalanarıq Allahın lütfü inayəti ilə inşallah. Bəli. Kəbə evindən danışırdıq. Fikrim yayındı mövzu nə idi? Əllamənin bir sözünü istəyirdim orada qeyd eləyəm. Dediniz ki, ilk ev Allah insanlar üçün edib və Həzrəti İbrahim də onu təmir və buyurdunuz ki, mənimdir. Mənimdir. O, Əllamə buyurur ki, dua məsələsində deyir, mənim bəndələrim məni səndən soruşsa. Əvvəla 7 dəfə orada mən deyir. Yeganə ayədir Quran-ı Kərimdə. Çünki məhəbbətin göstərir öz bəndəsinə yaxınlığın. İkincisi də dua məsələsinə nə qədər əhəmiyyət, önəm verdiyini buyurur. Yaxud deyir ki, naqətəllah, Allahın dəvəsi, deyir, mənim dəvəm. Bəzi şeylər Allah Taala mənim özəlim və nəfəxtu fihi min ruhi, öz ruhumdan, mənim ruhum, öz ruhumdan üfürdüyüm xüsusi diqqətlə yanaşır. O cümlədən beyti, mənim evim, yeganə məkandır ki, Allah Taala buyurub, mənim evimdir. Kəbə bu qədər əhəmiyyətlidir. Təsadüfi deyil ki, fikrimizdə var, Kəbənin yanında qılınan bir rükət namaz başqa məscidlərdə qılınan 100.000 rükət namaza bərabərdir. Təsəvvür edin, necə əzəmətli bir məkandır, məqamdır. Təsadüfi deyil ki, Əleyhisselam onu tapşırır və buyurur ki, müsəlmanların müsəlmançılıq kimliyi Kəbəyə bağlıdır. Hər nədə də ixtilaf etsəniz, Kəbədə, Quranda, nübüvvətdə, belə şeylərdə ixtilaf etməyin. Müştərəklər bir neçəsi qalıb, onları qoruyun, o cümlədən Kəbəni. Çünki Kəbə boş qalanda tarix göstərdi necə olur. Kəbə bir müddət boş qaldı, nəticədə 300-dən çox büt yığdılar Kəbəyə. 300-dən, Kəbəni elədilər bütxana. Bu təsəvvürəsi nə deməkdir? Yəni, tövhidin mərkəzi oldu bütpərəstliyi mərkəzi. Kəbə həm də bir neçə mühüm məsələ ilə xarakterizə olunur. Kəbə evi o evdir ki, Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalam Kəbəni qorumaq üçün Kərbəlaya gedəndə buyurdu ki, mən Kəbədən 2 qarış kənarda şəhid olsam, öldürülsəm, qanım tökülsə, bu mənim üçün daha yaxşıdır, nəinki Kəbənin yanında. Elə səhabələr var idilər ki, qanları tökülməsin deyə Kəbəyə sığındılar və nəticədə Kəbə daşqalaq olundu, yandırıldı Yezid qoşunu tərəfindən. Amma Həzrət Hüseyin əleyhissalam dini öz canından hesab etdiyi üçün Əhl-i Beyt dindir, din də Əhl-i Beytdir. Öz canından hesab etdiyi üçün dedi ki, yox, mən kənarda şəhid olsam, daha yaxşıdır Kəbə qorunsun. İkincisi, bizim ağamız, Mövlamız zuhur edəndə hədislərdə var ki, kürəyini Kəbəyə söykəyəcək, Kəbədən zuhur edəcək, dünyaya Kəbədən qiyam hayqırtısına hayqıracaq. Üçüncüsü isə ən mühümlərindən və bəlkə də ən mühümü əhəmiyyətli isə Kəbə vilayət şahı, Şah-ı Mərdan, Əmir əl-Mömin əleyhissalamın doğulduğu məkandır. Əleyhissalam Alusinin təsdiqinə əsasən, Hakim Nişaburinin təsdiqinə əsasən, var hansı Əhl-i Sünnənin ən gözəl, görkəmli rical alimlər. Məsələn, Hakim Nişaburi Əhl-i Sünnə qardaşlarımızın hədis elmində
hakim o adama deyil. Hakim çox yoxdur. Siz əhl-i-sünnə mühəddislər arasında hakim adına çox rast gəlməzsiniz. Hakim o adama deyilir ki, istisnasız olaraq bütün hədislərin sənədini araşdırıb. İstisnasız olaraq. Neçə minlərlə hədis, 10 minlərlə, 100 minlərlə hədis varsa. Ona hakim statusu verilir. Hakim Nişaburi təvatür iddiası edir. Bəli. Deyir, mütəvatirdir. Yəni, bütün mötəbər alimlər bunu yazıblar ki, Kəbədə doğulan yeganə şəxs Əli ibn Əbi Talib əleyhissalam. İndi biz təəssüf ki, bu təvatür iddiasının əksini görmürük. Və bu da sual veriləsi bir şeydir. Zəhəbi deyir ki, əgər qədim alimlərdən kimsə təvatür iddiası etsə, amma biz onun əksini kitablarda tapmasaq, bu deməkdir ki, biz qəbul etməliyik. Çünki onlar bizdən öncə olublar. Hakim Nişaburi təvatür iddiası edir. İndi də xeyli kitablarda var. Əli əleyhissalam yeganə şəxsdir ki, Kəbədə dünyaya gəlib. İndi əgər vaxtımız olsa, mən burada bir neçə şübhəyə cavab vermək istəyirəm. Mən də onu toxunmaq istirdim ki, o şübhələrə ki, o deyirlər də bəzi şübhələr. Bəli. Əli əleyhissalamı sevməyən insanlar var. Raşidi xəlifələrdən biri hesab olunduğu üçün bu sevgisizliyi, bu nifrəti bildirmirlər. Amma bəzi insanlar, təbii ki, əhl-i sünnədən danışmırıq biz, bəzi insanlar var ki, sanki Əli əleyhissalam haqqında qeyd olunan, istənilən hədis onlara da qıcıq yaradır. Yəni, bəli, deyirsən ki, tutalım, Xeybər qalasının qapısını qopardı, məsxəriyə qoyurlar. Argument yoxdur danışmağa. Çünki ən mötəbər kitablarda deyilib. Məsxərə obyektini çevirirlər. Deyirsən ki, tutalım, Xəndəqdəki zərbəsi, başlayırlar inqultlar yaratmağa, iradlar bildirməyə, nə bilim, Əbuzər hardaydı, Salman hardaydı. Yəni, hər nə deyirlər ki, məhz Əli ibn Əbi Talibin hörməti olmasın. Mən burada yadıma düşür, bu mövzuya şübhələr keçməmişdən qabaq, böyük mötəzili alim var, İbn Əbil Hədid. O Nəhcül Bələğəyə bir şərh yazıb, orada deyir ki, mən çox özümə sual verdim ki, Əli ibn Əbi Talib əleyhissalama qarşı bu qıcığın kökü nədir? Mövzuda belə başlayıb. Deyir, mən gördüm ki, hədislərin bəzilərində Əbu Talib əleyhissalamın cəhənnəm əhli olduğu, müşrik olduğu barəsində, estağfurullah, iddialar ilə sürülür. Araşdırdım. Gördüm ki, Əbu Talib əleyhissalamın cəhənnəm əhli olmasını iddia etmək absurddur. Yəni, bu adam qədər İslam uğrunda heç səhabələrin bir çox mübarizə aparmayıb. Əlbəttə ki. İslamın məhvəri, mərkəzi Rəsulullah sallallahu aleyhi və aleyhi onu 42 il müdafiə edib, qoruyub, öz göz bəbəyi kimi. Rəsulullah sallallahu aleyhi və aleyhi özü Həzrəti Fatimə binti Əsəd salamun aleyhi dünyadan köçəndə Əli əleyhissalam ağlaya-ağla gəldi ki, anam rəhmət etdi. Rəsulullah buyurdu ki, o mənim də anam idi. Hətta öz övladlarını kamil şəkildə doymadığı halda o məni doyuzdururdu, israr eləyirdi. Yeməyin ən yaxşı mənə verdi, ən yaxşı geyimləri mənə verdi. Analıq eləyirdi, saçımı darıyırdı. Mən evdən çıxanda imkan vermirdi səliqəsiz çıxım. Bu qədər. Həmin Əbu Talib əleyhissalamı cəhənnəm əhli hesab eləməyin kökü nədədir? Mən bunu araşdırdım. Axırda bir nəticə gəldi. Gördüm, Əbu Talib əleyhissalamın çox böyük bir günahı var. Fikirləşdim ki, necə ola bilər Əbu Talib əleyhissalam, yəni özü 42 il Peyğəmbəri müdafiə eləyib ki, onun vəfat elədiyi ili Həzrəti Xədicə salamullahi əleyha ilə ki, bu yaxınlarda da vəfatı oldu, öz iradətimizi, hörmətimizi bildiririk İslamın ilk iman gətirən xanımına. Ummul müminin Xədicə salamullahi əleyha, Cəbrail əleyhissalam ona salam göndərirdi Allah təala tərəfindən. Həzrət Xədicə salamullahi əleyha ilə Əbu Talib əleyhissalamın öldüyü, vəfat etdiyi ili Rəsulullah hüzn ili, Ammul Huzn kimi qeyd elədi, qəm-qüssə ili. Deyir, gördüm ki, Əbu Talib bu cür zəhmət çəkib ki, onun vəfatı ilini Rəsulullah hüzn ili kimi qeyd eləyib. Oğlu Cəfər-i Təyyar əleyhissalam
İslamın o şəhidlərindəndir ki, canın qoyub, hicrət eləyib, Efiopiyada, Həbəşistanda argumentlər irəli sürüb. Bu filmdə də biz görürük Nəcaşiyə qarşı danışmağı, Əmrasa qarşı cavab vermək, Əmrası susturmağı. Həmin Əmras ki, bəzilər yazırlar, ümmətin ən xeyirlisidir. Həmin Əmras gəlmişdi dinin kökünü kəsməyə, Cəfər Təyyar əleyhissalam onun cavabını verdi. Sonra şəhid olub, qolları kəsilib, Rəsulullah nə qədər fəzilətlər yazıb onun haqqında və. Digər oğlu Əli ibn Əbi Talib əleyhissalam ki, körpəliyindən İslamın mətni ilə, mərkəzi ilə bir döyünüb ürəyi. Niyə Əbu Talibi cəhənnəm əhli bilirlər? Deyə bir dənə cavab tapdım. Əbu Talibin ən böyük günahı budur ki, Əli ibn Əbi Talibin atasıdır. Əlinin atasıdır. Əli əleyhissalama qarşı olan qıcıq onu da onların gözündə cəhənnəm əhlidir. İndi şübhələrdən biri nədir? Deyirlər ki, bu necə fəzilətdir ki, Əli ibn Əbi Talib dünyaya gözünü açan kimi bütləri görüb. Kəbə dolu idi büt ilə. Bəli. Gözünü açan kimi niyə bütləri görüb? Bu fəzilət deyil. Əvvəla o hədislər, rəvayətlər ki, yazır Əli əleyhissalam necə dünyaya gəldi, orada qeyd olunur ki, Həzrət Fatimə bint Əsəd salamun əleyha divar aralandı, içəri daxil olanda hansı bütün deyir qarşısından keçirdimsə, büt yıxılırdı yerə. Ki, bu peyğəmbərlərə xas bir fəzilətdir. Əli əleyhissalam peyğəmbər deyil. Amma fəziləti peyğəmbərlər fəziləti kimidir. Necə ki, Rəsulullah sallallahu aleyhi və aleyhi dünyaya gələndə bütlər üzü üstə yıxıldı. Necə ki, İbrahim əleyhissalam baltanı görüb bütləri sındırdı. Necə ki, Əli əleyhissalam sonradan Rəsulullahın çiyninə çıxıb bütləri qırıb atdı yerə həmin Kəbədən. Həmin Əli əleyhissalamın anası deyir, mən onu dünyaya getirmək istəyəndə hansı bütün qarşısından keçirdimsə büt yıxılırdı yerə. Və mən deyir, üzümü öz daxilimə tutub dedim ki, mənim əziz balam, hələ dünyaya gəlməmsən, bütlər sənin üçün yıxılır. Sən dünyaya gəlsən, dünyada büt qalmaz. Və kimlərinsə bütlərini sındırdığı üçün Həzrət Əli əleyhissalama bu qədər nifrət var dünyada. Birinci budur ki, bunun cavabı budur ki, nəinki Əli əleyhissalam gözünü bütlərə açmadı. Əvvəla, Quran deyir, ilk evdir. Bir şəxs Allahın Quran-ı Kərimdə ilk ibadət evi kimi qələmə verdiyi evdə dünyaya gəlib. Siz nə danışırsınız? Bilirsiniz necədir Seyid? O, həmən insanlara, məsələn, bu cavabı da vermək olar ki, nə vaxt əmr olundu ki, müsəlmanlar üzü qibləyə dayanıb namaz qılsınlar? Əhsən. O vaxt ki, hələ büt var. Var idi. Peyğəmbər sallallahu aleyhi və aleyhi üzünü o bütlərə tutub namaz qılırdı. Bəli. Yəni, hicrətin 2-ci ilində Kəbə dəyişdirildi. Bəli. O vaxta qədər namaz qılmırdılar məyər? Ondan sonra yenə də həmən o içində büt olan Kəbəyə üzü tutub namaz. Həmin Əli əleyhissalama bütləri sındırana qədər üzü o tərəfə tutub ibadət edirdilər. Kəbənin içində bütün olması nə Kəbənin şənini aşağı salır, nə də həmən Həzrət Əli əleyhissalamın o böyük fəzilətinə nəsə bir kölgə salmış olur. Mümkün deyil. Bəli, buyurun. İkinci şübhə, növbəti şübhə budur ki, deyirlər ki, bu biraz kobud şübhədir əlbəttə ki, uşaq dünyaya gələndə, orada xanımın əhval-ruhiyyəsi, bizdə hədis var, bizim Əhl-i Beyt məzhəbinin mötəbər hədislər var ki, peyğəmbərlər kimi imamların da anaları uşaq dünyaya gətirəndə başqa xanımlarda olan problemlər olmur. Necə ki, Həzrəti Məryəm salamullah aleyhədə olmadı, Həzrəti Fatimə salamullah aleyhədə olmadı, o cümlədən Həzrəti Fatimə bint Əsəd salamullah aleyhədə də o problem olmur. Növbəti irad ki, bildirirlər, deyirlər ki, siz niyə deyirsiniz ki, təkcə Həzrəti Əli dünyaya gəlib? Həkim ibn Hizam da orada dünyaya gəlib. Hətta mən gördüm sosial şəbəkədə deyirlər ki, Həkim ibn Hizam Əli əleyhissalamdan 20 il əvvəl dünyaya gəlmişdi və Əli sevərlər gördülər ki, Həkim ibn Hizam çox hörmətli oldu, möhtərəm oldu, ona görə bu fəziləti qondardılar. Əvvəla, bayaqdan qeyd edədiyimiz fəzilət hədisləri Əhl-i Beyt kitablarında deyil. İkincisi, Həkim ibn Hizamın Kəbədə dünyaya gəlməsinə aid bircə dənə rəvayət göstərsinlər ki, ya mürsəl olmasın, ya ravilər arasında zəif adam olmasın. Bircə dənə rəvayət göstərsinlər. Ya mürsəl olmasın, mürsəl o hədisə deyilir ki, rivayət zənciri qırılır. Ya da aralarında zəif ravi olmasın. Qeyri-mötəbər hədisdir. Hətta siz fikir verin, biz həm Dehləvinin
məşhur əhl-i-sünnə alimidir ki, Hindistan, Pakistan, İran əhl-i-sünnə cəmaət tərəfindən ən mötəbər alimlərdən tanınır. Həm Hakim Nişaburinin, həm Tarix-i Mosul kitabının müəllifinin ki, 4-cü əsrdə, Hicri qəmərində 4-cü əsrdə yazılıb. Hamısında Alusinin keçən ifadə çox maraqlıdır Samir müəllim. İfadə bilirsiniz necədir? Bilirsiniz də, yəni ritorik olaraq deyirəm. Deyir ki, Ummuhu Fatimə bint Əsəd vəllədəthu fi cəvfil Kəbə. Fatimə bint Əsəd əleyhissalamı Kəbənin boşluğunda içində dünyaya gətirdi. Və ondan başqa heç kəs Kəbədə dünyaya gəlməyib. Yəni Amma nə sirri xudadırsa, bu alimlər məhz ondan başqa heç kəsin Kəbədə dünyaya gəlmədiyini iddia edirlər. Amma bəzilər deyirlər ki, yox, Həkim ibn Hizam orada dünyaya gəlib. Adama deyərlər ki, yaxşı, Həkim ibn Hizam orada dünyaya gəlib. Bəs niyə onu fəzilət bilirsiniz Həkim üçün? Deyirsiniz ki, Əli əleyhissalam üçün fəzilət deyil, bütlərin yanında dünyaya gəldi. Bəs Həkimdə fəzilət olur. Yəni, bu qıcıq yersizdir. Əlini sevməmək, bilirsiniz nə deməkdir? Həqiqəti sevməmək, insanlığı sevməmək. İnsan necə bu cür nuraniyyət nəhəngini sevməyə bilər? Hacı, çox belə ağrılı bir tərəfdir ki, insanın qəlbini yandırır. Bir şəxsiyyət ki, İslamın ilk simalarından, birinci simalarından biri ola. Bir şəxsiyyət ki, dediyiniz kimi, ailəlikcə İslam üçün fədakar olsunlar. Döyüşlərdə, sərkərdə olaraq, əskər olaraq, bütün varlığını İslama həsr eləsinlər. Amma təəssüflər olsun ki, Peyğəmbər düşmənləri, İslam düşmənləri İslamın bu simalarını, xüsusilə Əhl-i Beyt üzvlərini düşmən kimi insanlara tanıtdırdılar. Siz təsəvvür eləyin ki, Şam tərəfindən, Əməvi tərəfindən elə bir vəziyyət yaradıldı ki, insanlar rahat şəkildə gedib Peyğəmbər balalarını öldürdülər və rahat şəkildə də onları yad bir adam kimi namuslarını əsir apardılar. Şəhər gəzdirdilər əsir olaraq. Hansı ki, bunu kimlə eləyirdilər? İmam Səccadın bir kəlamı var edir. Elə bil biz Kabul əhli idik. Yad idik, kafir idik. Kafirlərdən idik ki, bizi şəhər əsir apardılar. Yəni, biz hansı vəziyyətdən danışırıq ki, o deyir, Həccac ibn Yusif getdi bir yerə, amin, getdi bir yerə, indi o dövrün təsvirini biz verək də, yəni vəziyyət necə idi Əhl-i Beytə, xüsusilə Həzrəti Əliyə qarşı. Böhran idi. Təsəvvür elə ki, gəlir bir kəndə, o kəndin əhalisi gəlib ona şikayət edirlər, Həccac ibn Yusifə. Birisindən şikayət edir, deyir ki, bizim böyüklərimiz bizə zülm eləyiblər. Həccac soruşur ki, nə eləyiblər? Deyir, adımızı Əli qoyublar. Vay. Siz indi o dövrü təsvir eləyin də o məmləkət. Sonra gedir bir yerə, o yerin kişiləri gəlib deyir ki, bizim qadınlarımız Əmirül-Müminin Yəzidin qələbə çalması üçün qurban boyun aldılar, nəzir etdilər və Yəzid qələbə çalandan sonra, yəni İmam Hüseyni öldürəndən sonra, şəhadətə çatırandan sonra nəzirlərinə də əməl etdilər. Qurban da kəsdilər. Qürbətən iləllah Əhl-i Beyt öldürürlər. Siz baxın, belə bir vəziyyət yaradıldı. Belə vəziyyət necə yaranmasın ki, işin başında olanlar, Əməvilər, Allaha həmdü sənə, Peyğəmbərə salavat deyəndən sonra rəsmi, protokol, qaydaya əsasən Həzrəti Əliyə nalayiq söz deyilməz. Deməyəni də işdən çıxarırdılar. İşə mümkün deyil qoysunlar. Həmin o Ömər ibn Əbdüləziz hakimiyyətə ələ alanda Əməvi xəlifələrindən çox da qoymadılar. Bir il qoymadılar qalsın hakimiyyətdə, öldürdülər. 2 il oldu bəli. 2-ci ili bəli. Onun bir sözü var, deyir, mən atam xətib idi. Həmişə İmam Əlini lənətləməyə gələndə gördüm, rəngi dəyişir. Bir dəfə ona sual verdim ki, ata,
Niyə o günə qalırsan sən kürsüdə deyir ki, axı sən bilmirsən mən kimi lənətləyirəm. O Allahın aslanıdır, Rəsulullahın qardaşıdır, qızının yoldaşı və s. və ilə axır. Dedim, bəs niyə lənətləyirsən? Deyir, axı lənətləməsən məni işdən çıxaracaqlar, məvacibini kəsəcəklər. Həmin Ömər ibn Əbdüləzizin Həccaz haqqında bir qəribə sözü var. Deyir, əgər dünyanın bütün millətləri, bütün xalqları öz ən xəbis adamlarını gətirsələr bir yarışa, müsabiqəyə, biz Həccacı gətirsək, Həccacı ibn Yusuf tək başına hamısından ağır xəbis olar. Belə bir insan Mərvani xəlifəsinin nümayəndəsi idi və Əhl-i Beytin tərəfdarlarını qanıtdırırdı. İndi də həmin tendensiya davam edir. İndi də Əhl-i Beyt məzlumdur. Görürsən, durub deyirlər ki, Əhl-i Beyt din deyil, Kərbəla din deyil. Əleyhissalam din deyil. Təəssüflər olsun ki, din deyilsə... Özü də elə şəxsiyyətlər tərəfindən bu fikirlər irəli sürülür ki, indi deyirsən, üzr istəyirəm. Ümumiyyətlə, onların ixtisası dindir. Nə yəni, dini təhsilləri var. Həvəskar kimi bir-iki kəlmə oradan-buradan götürürlər və mütəxəssis kimi nəzər irəli sürürlər. Yaxşı, əgər Əli əleyhissalam, Əhl-i Beyt əleyhissalam Kərbəla din deyilsə, niyə Rəsulullah da bu hədisin əksini iddia eləyən heç bir firqə yoxdur İslamda, istisnasız olaraq? Niyə buyurur ki, Əlinin düşməni cəhənnəmə gedəcək münafiqdir, Əlini sevmək iman deməkdir? Niyə Rəsulullah vəfat edərkən deyir ki, mən özümdən sonra 2 xəlifə qoyuram, biri Qurani Kərim, biri Əhl-i Beytim? Niyə bütün İslam alimləri istisnasız deyirlər ki, Əhl-i Beyti sevməyən müsəlman deyil, müsəlman sayılmır və ona görə hətta Əhl-i Beyti sevməyən bəzi firqələr də gecə-gündüz iddia edirlər ki, biz Əhl-i Beyti hamıdan çox sevirik. Əməldə düşmən olsalar da, amma dildə məcburən deyirlər ki, biz Əhl-i Beyti çox sevirik. Bu sözlər İslamın təcrid olunmasına xidmət edir. Yəni, İslam praktik nümunələr elə bil ki, aspektindən tanış olmasa insan İslam. Ancaq nəzəriyyə. O sönüb gedəcək. Elə bil ki, məsələn, Qədir Gecəsi keçiririk, amma Qədir Gecəsinin il dönümünü keçiririk. Da Qədir Gecəsi deyil. Belə bir vəziyyət yaranacaq. Qurani Kərim nümunəsiz, yəni insan nümunəsi olmadan Qurani Kərimin təbliği doğru olsaydı əgər, bunu biz qəbul etsəydik, Siffin döyüşündə həmin Quranları niyəziyə taxmazdılar. Onda bilindi ki, Quranı Kərimdən sui-istifadə eləmək də mümkündür. Əgər tövhid nəzəriyyəsi, bu çox altını xüsusilə xətlə, təkidlə çəkərək bunu qeyd edirəm. Əgər tövhid marifi, tövhid təlimat, tövhid nəzəriyyəsi vəliyullah olmadan, insan faktoru olmadan məqbul idisə, iblis haqlı idi. Çünki iblis deyirdi, Allah nə deyirsən qəbul, amma insan salma aramıza. Amma Allah buyurdu, mən Adəm adlı insanı salıram aramıza, sən Adəmlə gəlsən qəbul edirəm, tək gəlsən qəbul etmirəm. Ümumiyyətlə, Allahın iblisdən yeganə davası buydu. Sən niyə insanı qəbul etmirsən? Sən niyə vəliyullahı, insanın vilayətini, insanın mənəvi hakimiyyətini qəbul etmirsən? Şah-ı vilayətdir, Əli əleyhissalamdır. Və Əli əleyhissalamı qəbul etməmək, onu qəbul etməyənlər də başa düşürlər ki, əslində elə Peyğəmbəri Quranı qəbul etməməkdir. Çünki Əlinin Əli olduğunu, vəli olduğunu bizə deyən Peyğəmbər olub, Quran olub. Söhbət ondan gedir. Bu Kəbədə təkcə Əli əleyhissalam deyil ki, təvaf eləyən müsəlmanların hamısına vacibdir ki, Kəbəni təvaf edərkən Hicri İsmail təvafın içində qalsın. Yəni, heç kəsin ixtiyarı yoxdur, Kəbə evini təkcə təvaf eləsin. Hökmən İsmail otağı deyilən həmin yeri ki, 70-dən çox Peyğəmbər dəfn olunub orada, hökmən ora qalmalı təvafın daxilində. Yəni, Kəbə evi ilə birgə həmin o qəbristanlığın da başına fırlanmaq vacibdir. Eləməsə hacı sayılmaz. Yaxşı, bu da yeni insan faktoru. Yəni, Kəbəni, Qur'anı, dini təlimatları Hüseynsiz, Əlisiz, peyğəmbərlərsiz, imamlarsız təbliğ etmək dini xarab etmək deməkdir.
elə İbrahim əleyhissalamın məqamında namaz qılmaq da Bəli. özü bir faktdır ki, Bəli. Vəliyullahın ayağının altında namaz o qılır. yerdə namaz Məqami. qılmasın, başqa yer. İttəxidu min məqami İbrahimə musalla. Allah, bəli. Elə indi Həcc surəsində həccin mahiyyətinə toxunacağıq. Mən istəyirəm elə sözü çəkdi deyə istəyirəm ki, burada Həcc surəsində bir ayəyə toxunun. Orada deməli deyir ki, Həzrəti İbrahim peyğəmbərin dövründə Kəbə dağılmışdı da, uçmuşdu. Həzrəti Nuhun tufanından sonra uçmuşdu. Allah Teala Həzrəti İbrahimə əmr edir ki, get mənim evimi təmir elə. Bəli. Amma İbrahim əleyhissalam gələndən sonra Kəbəyə, Məkkəyə gördü ki, yəni yer itib də uçub Kəbə. Allah Teala deyir Kəbənin o yerini, evin o məkanını ona göstərdi. Bu Həcc surəsində 26 və 27-ci ayələrdir. Buyurur ki: "Və iz bawwa'na li İbrahimə məkanəl beyti." Biz İbrahimə o beytin yerini, məkanını göstərdik. Ki bu bura. Müəyyənləşdirdi ki, bu istiqamət. Bu istiqamətdir. Sonra Həzrəti İbrahim oranı təmizlədi, o özül görünməyə başladı. Sonra oranı tikdi, təmir etdi. Həzrəti İsmail peyğəmbərlə birgə. Və Allah Teala buyurur ki, "Əllə tuşrik bi şey'ən." Mənə heç bir şey şərik qoşma, yəni təvhidin mərkəzidir ora. "Və tahhir beyti lit-taifinə vel-qaiminə ve'r-rük'is sucud." Həm təvaf edənlər üçün, həm namaz qılanlar üçün, rükû edib səcdə edənlər üçün mənim evimi bayaq dediyiniz kimi, mənim evimi təmizlə, pakla. Həzrət İbrahim hamısını ərsəyə gətirəndən sonra ikinci əmr gəlir. Və əzzin finnəsi bil-hacc. İnsanları hacca çağır. Xəbərdar elə, hacca çağır. Ki yətuka ricalən və alə kullu zamirin yətinə min kulli fəccin amiq. Görərsən ki, insanlar həm piyadə şəklində, həm süvari şəklində, özü də ta ucqar yollardan, ucqar uzaqlardan sənə tərəf gəlirlər. Deyir, İmam Sadiq əleyhissalam buyurur ki, gözəl argumentdir. Həzrəti İbrahim peyğəmbər dedi ki, ilahi, hələ burada adam yoxdur. Məni kim eşidər, kim gələr? Sən deyirsən, çağır insanları. Deyir, Allah Teala Həzrəti İbrahimə vəhy etdi ki, ey İbrahim, sən çağır, mən sənin səsini bütün insanlara çatdıracağam. Tarixlərə çatdıracağam. Hətta atasının belində olanlara, anasının bətnində olanlara da. Və çatdırır da. Və çatdırır da. Burada maraqlı nöqtə budur. Buyurur ki, sən çağır, görərsən sənə tərəf. Gəl, yətukə. Evə tərəfi yox, sənə tərəf. Sənə tərəf. Yəni, bu ev də əslində bir vasitədir ki, insanlar Allahın vəlisini tanısın, Allahın nümayəndəsini, höccətini tanısın. Bu höccəti tanımasan, bu nümayəndəni tanımasan. Vəli olmasa, elə özünüz dediniz də, tarix nə yazır? İbrahim gəlməyənə qədər Kəbə yoxa çıxırdı. Vəli olmasa təlimatlar yoxa çıxıb gedəcək. Onu, baxın, istənilən elmi fikri, yəni bunu xahiş edirəm, bütün dinləyicilər də, tamaşaçılar da, bizli sizli, insafı olan, obyektivliyi bacaran hər kəs düşünsün. Əgər bir elmi fikir, bir düşüncə, bir nəzəriyyə praktikada tətbiq edilməsə, o yaşayacaqmı? Xeyr. Toz basacaq, gedəcək. Əli, Həsən, Hüseyn və s. və ilahır, onlar məhz bu əqidələri yaşatmaq üçün lazımdılar bizə. Ümumiyyətlə, bu həccin əməlləri özü kimin əməlləridir ki? Bəli. Özü, o əməllər ki biz eləyirik, o ritualları eləyirik, bu ayinləri. Bunlar Həzrəti İbrahimin... Və də Peyğəmbər salavatlar nə buyurur? Namazı necə qılın? Səllu kəmə rəaytumuni usalli. Həcci necə deyir? Xudu mənasikəkum minni. Məndən həcci öyrənin, məndən namazı öyrənin. Mən necə namaz qılıram, elə qılın. Yaxşı, namaz özü, yəni mücərrəd olaraq effektivdirsə, niyə deyir mənə baxın? O bir məsələ, hacı. Bir var təbii axardan, təbii gedişatdan Allah Taala qanun qoyur. Bəli. Yəni, məndən asılı olmayan hərəkətlər eləmişəm. Məsələn, Hacər xanım
öz övladına su tapmaq üçün 7 dəfə o dağdan bu dağa qaçıb. Allah uğrunda, Allaha görə. Bu özündən asılı olmayıb bu. Yəni bilərəkdən. Yəni Allahın əmrini yerinə yetirmək üçün həyəcanla bəzi işlər görüb, bəli, həyəcan onu bürüyüb öz övladına su tapmaq üçün özündən asılı olmayaraq o tərəf bu tərəfə qaçıb. Allah Teala milyardlara buyurur ki, siz onu Siz onu eləməlisiniz. eləyin. Yəni Eləməsiniz, həcciniz qəbul deyil. Yəni bu hətta yəni Allahdan əmr almamışdı ki, bu dağdan o dağa sən qaç. Yox, bu təbii bir proses idi. Özündən asılı olmayaraq qaçdı o tərəfə. Allah Teala onu gətirdi, qanun kimi təsbit etdi və ta sonuncu İslam peyğəmbərinə də bunu vacib etdi. Qiyamətə qədər deyir, bu yaşamalıdır. Halbuki Hacər xanım peyğəmbər də deyil, imam da deyil. Yəni xüsusi ismət məqamı da qeyd olunmayıb. Allah yolunda iş görmüş bir nəfər. Fədakar, bəli. O işi Allah milyardlara vacib edir ki, qiyamətə qədər kim həmin o qara rəngli, əvvəlcə kəniz olan Hacər xanım salamüəleyhanın etdiyini etməsə mən onu qəbul etmirəm. Bəndəliyə qəbul etmirəm. Kim həmin Hacər xanımın qəbrinin başına fırlanmasa, Kəbəni təvaf edərkən mən onu qəbul etmirəm. Deməli, əslində din insan mərkəzli, vəli mərkəzli bir dindir. Çünki dini bu insan faktoru təbliğ etməlidir. O adamlar ki deyirlər din olsun, vəliyullah olmasın, bunun mənası bilirsiniz nədir? Bunun mənası müşriklərin sözü idi. Deyirdilər ki, niyə mələk gəlmir, insan gəlir? Bəli, bəli. Eyni şeydir. Bəli. Belə müşriklərin ifadəsinin başqa formasıdır. Bəli. Tamamilə düzdür. Gələk Həcc surəsinin başlanması əslində həccin həm də mahiyyətini göstərir ki, həccin mahiyyəti dedik ki, kiçik qiyamət olmasıdır. Qiyamət-i suğra, bəli. İndi və Həcc surəsinin də qiyamət səhnələri ilə başlaması da bir mesajdır ki, yəni biz əslində qiyamətə necə getməliyik? Qiyamət ümumiyyətlə bizim üçün nə deməkdir? Allah Teala buyurur ki, həcc də əslində o deməkdir. Hər şeydən imtina edirsən. Ramazan ayı ilə də çox oxşarlığı var. Bəli. Ramazan ayında da mübah işlər, başqa aylarda halal olan işlər bizə haramdır. İçmək, yemək və s. və ilə. Həcc ziyarətində də 24 əməl, aynaya baxmaq, yəni adamın təbii olaraq öz bədəninin bir hissəsini qaşıması, yəni ağcaqanad üstü və eləsə onu qovsan, ölsə, ən təbii işlər, hərəmdən, Məkkədən bir çiçək qopartmaq, bir budaq qopartmaq haramdır, mübahisə etmək haramdır, kölgədə gəzmək, təsəvvür eləyin, bütün halalları haram edib, yəni qulluğun, bəndəliyin fantan vurduğu, fəvvara vurduğu bir yer. Ramazan ayı ilə çox yaxındır və hər ikisində də eyni savab təxminən yazılıb. Ramazan ayı da məğfirət ayıdır, bağışlanmaq ayıdır. Həcc haqqında da var ki, əgər bir nəfər həcc ziyarətini bitirib qaydanda şübhələnsə ki, görəsən həccim qəbul olub ya yox, günahların bağışlanıb ya yox, həcci qəbul olmaz. Eyni oxşarlıq var əksində. Həm də Həzrəti Peyğəmbərin hədislərində var, deyir ki, əgər bir adam Ramazan ayında bağışlanmasa, bir çarəsi var. Ərəfə. Gərək getsin Ərafatda, orada dua etsin ki, Allah onu bağışlasın. Yəni ona o məqama çatan oradır, bəli. Yəni Ramazan ayında bağışlanmasın, gərək yəni başqa vaxtı bağışlamaq mümkün deyil. Əgər bir adam bağışlanması Ramazan ayında. Gərək getsin Ərafatda dua eləsin ki, Allah onu bağışlasın. Ramazan ayında məsələn mən o ayəyə birinci toxunum, sonra bir söz demək istəyirəm. Deyir ki, deməli ayə budur ki, Həzrəti İbrahim peyğəmbərə əmr olunur ki, övladını, anasını götür, Hacər xanımla İsmail peyğəmbəri götür, get qoy 30 ələfsiz bir vadidə, ot bitməsi mümkün olmayan dağların arasında qoy isti, susuz 30 ələfsiz. Həyat üçün lazım olan heç nə yoxdur. Heç nə yoxdur. Və qoy qayıt. Həzrəti İbrahim də heç nə demədən gedir, qoyur və işin o bir tərəfi də budur ki, Hacər xanım və İsmail zaten körpəydi. Hacər xanımın fədakarlığı və böyüklüyü budur ki, Allah deyirsə, mən əssalam. O qədər qorxuya rəğmən, tənhalığa rəğmən. Yəni bir qadın dağların arasında, səhrada, körpə balası. Və hədislərdə qeyd olunur ki, 14 il Həzrəti İbrahimin icazəsi olmadı ora getməyə. Bəli, bəli. İbrahim peyğəmbər qoyur, qayıdır.
Sonra bir duası var, Quran onu qeyd eləyir. Deyir ki, İlahi, inni əskentu min zurriyyəti bivadin qeyri zi zər'in. Mən öz övladlarımdan birini getdim, o 30 ələfsiz yerdə, vadidə qoydum, qayıtdım. İki şey buyurur. Liyuqimus salat. Bəli. Onlar orada namazı bərpa etsinlər. İkincisi də buyurur ki, deməli, fəc'al əfidətən minəl-nasi təhvi iləyhim. Elə et ki, insanların qəlbində onlara qarşı alqışlanası bir argumentdir. Yəni, yenə Vəliyullah. İnsanları övladıma yönəlt. Bəli. Bu ciddi bir sözdür. Həzrəti İbrahim Peyğəmbər... Bunun üzərindən götürün deyin ki, insan faktoru din deyil ki, Kərbəla din deyil, Əhl-i din. Bəs din nədir? O hansı dindir ki, bunlar deyil? İndi bu ayədən yola çıxaq. Orada ayədə gördük insan faktoru və Həzrəti İbrahimin övladlarının dinin mərkəzində dayanması. Bəli. Namaz kimi. Çünki namazı bərpa etsinlər və insanların mənim övladlarıma meyli olsun, sevgisi, məhəbbəti olsun. Ramazan ayında Həzrəti Peyğəmbər buyurur ki, sizin nəfəsləriniz ibadətdir. Təsbihdir, ibadətdir. Yəni, insan nə qədər... Tənəffüs edirsən, Subhanallah yazılır. Subhanallah yazılır, ibadətdir də bu. Ramazan ayı, yuxu ibadət, rəhmət ayıdır ki, hətta qeyri-ixtiyari işlərimiz də bizim üçün... Bircə günah eləmə, qalan hər şey savabdır. İmam Əhl-i Beytdən bir hədis var, deyir ki, nəfəsul məhmumi lənə ibadə. O ki, insan bizim müsibətimizdə bir etdi, bir dərindən bir nəfəs çəkdi, ibadət sayılır. Zikr-i Aliyin ibadə. Aliyinin adını çəkmək ibadət. Mən burada bir məsələni qeyd eləmək istəyirəm icazənizlə. Baxın, bu tür argumentlər qoydu ortalığa. Bizim cəmiyyətimizdə müasir insanın nəzərində argumentlərə haqsızlıq tendensiyası gedir. Yəni, bu qədər dəlil, sübut qoyursan ortalığa, əlinin arxası ilə bütün argumentləri heç bir argument göstərmədən rədd edir, öz işinə davam edir. Bu müsibətdir. Bizim alimlərimiz deyirlər ki, dua eləyin ki, ilahi dinimizdə, məntiqimizdə bizə müsibət vermə. Bir çoxlarının bəlası, afəti, müsibəti məntiqindədir. Yəni, bircə dəfə dönüb baxmır ki, axı bu argumentlərə mən argumentlə cavab verməliyəm. Yox deməklə müqəddəsliyi pozulmamalıdır dəlillərin, sübutların. Əgər dəlillərin, sübutların, argumentlərin, istidlalların, ayə və hədislərin, əqli, nəqli dəlillərin təqəddüsü pozulsa, ehtiramı pozulsa, daş üstə qalmaz. Onda heç kəs heç nəyə sübut eləyə bilməz. Amma bu haqsızlığı eləyirlər. Niyə? Çünki iblis kimi onlara əmr verən ağa var. İnnə şeyatın ləyuhunə ilə avliyahim. Şeytanlar öz dostlarına vəhy edirlər ki, belə danış, belə de. Düz. Deməli, qiyamət nədirsə, onun kiçik səhnəsini biz həcdə yaşayırıq. Həcdə görürük, bəli. Və bu tərbiyə prosesi o qədər insanın həyatında önəm daşıyır ki, həqiqətən də Allah Təbarək və Teala bir müsəlmana vacib eləyib Kəbəni ziyarət etmək. Bəli. Və Kəbə bir ziyarətdir, səyahət deyil. Bəziləri ki, deyir, bir dəfə getdin kifayət edər. Onlar o Kəbənin mahiyyətini, ümumiyyətlə həccin mahiyyətini anlamayıblar. Elə bilirlər ki, bu səyahətdir, gedirsən, görəsən, qaydasan. Oranı da gördüm. Sanki buna bənzəyir ki, bir adam məsələn özünü tərbiyə etməlidir. O hər hansı bir işi bir dəfə gördüsə, bunun da kifayətdir, daha bəsdir. Eyni vəziyyət, situasiya yarananda deyir ki, daha bu dəfə eləməli deyiləm, mən eləmişəm bunu. Bu belə deyil. Həyat tərzidir. Kəbə əslində qiyamətdirsə, qiyamətdə nə olacaq? Qiyamətdə bu olacaq ki, insan heç nəyə malik olmadan əli boş. Bunun əks tərəfindədir ki, Allahın mütləq qüdrətinin, hakimiyyətinin, krallığının təzahürüdür.
Və həcdə də bunun nümunəsini biz Bəli, xırda nümunəsi. İnsan ailəsindən ayrılır gedir. Bəli. Bir. Tikili paltar giyə bilməzsən. Paltarından, vəzifəsindən, Bəli. pulundan, bütün mənsəbindən, bütün varından, dövlətindən, Hər şey. hər şeydən imtina edirsən. 2 dənə tikişsiz paltar geyinib Allahın huzuruna çıxırsan. Deyir səhrada qal, səhrada qalırsan, deyir bunu elə, bunu eləyirsən. Bütün gözəlliyindən keç, zinətlərini qoy kənara, hamısını eləyirsən. Və ya dediniz, insan təbii haqlarına orada imtina edir təbii haqlarına. Başqa vaxt halal olanlardan. Hətta insanın deyir, öz həyat yoldaşı da insana haram olur. Bəli. Və o nisa təvafından. Hətta baxa bilməzsən başqa gözlə. Bəli. Hətta nisa təvafından sonra halal olur. Halal. Yəni Allah Teala həm də bunun da sənə dərs verir, tərbiyə verir ki, nemətlərin qədrini bil. Bunlar mənimdir ki, vermişəm sənə, sənin deyil bunlar. O ətir ki, dinimiz hər bir mərhələdə, hər bir məişətdə, kənarda ətirlənməyi tövsiyə edir dönə-dönə. Həzdə deyir ki, eləmə, ətir vura bilməzsən, çünki diqqətin məndə olsun. Həc müsəlmanların birlik mərkəzidir, təvhidin simvoludur, dinin simvoludur və Əmirül-Müminin buyurur ki, ora boş qalmamalıdır. Hətta şeydə var ki, İslam fiqhində, hüququnda qeyd olunur ki, əgər insanların Kəbəyə getməyə imkanları olmasa, İslam dövlətinə vacibdir ki, büdcədən pul ayırıb insanları həccə göndərsin ki, ora boş qalmasın. Bu biri, o bir tərəfində icazə verin mən deyim. Bir nəfər imkanı ola-ola, imkan fəlsəfi mənada, yəni o pulda ola bilər, sağlamlıq da ola bilər, yol təhlükəsizliyi də ola bilər. İmkanı ola-ola həccə getmədən ölsə, qeyri-müsəlman kimi ölər. O qədər mühümdür, əhəmiyyətlidir. Bizim vaxtımız tamamdır. Seyid, çox təşəkkür. Çox gözəl müzakirə oldu. Çox faydalandıq sizdən. Allah sizi var eləsin. Təşəkkür edirəm sizə. Və salamu aleykum və rəhmətullah.